O hər şeyi problem eləyən xanımlar var. Hər şeyi problem eləyir. Ay yemək bişirməyə vaxtım yoxdur, alınmır. Bax, yumurta 10 dəqiqə. 10 dəqiqə suda. Suya qoydum, yadımdan çıxartdım. 10 dəqiqədən sonra götürdüm. Bax, 6 manat pul vermişəm buna. 6 manat. İndi bunu qoyacağım suya. Bu da qreçka. 1 kilosu 1 manat 50 qəpik, 1 manat 60 qəpik. Bu da kök. 1 kilosu 1 manat. Burada pişir. Bu burada pişdi. Bu da birazdan pişəcək günorta üçün. Bu da yumurtadır da, fiso da, bu qədər də. 10-15 dəqiqəm getmədi heç mənim. Yəni mən menyumdakı yeməkləri özüm rahat şəkildə hazırlaya bilirəm sədə. Bir xanımın bunları hazırlamağa ərinməyi mən inanın Allaha başa düşmürəm. Başa düşə bilmirəm ki, bir insan niyə özünə bu qədər vaxt ayırmaz axı. Dəhşət. Elə belə istədim bölüşüm ki, baxasınız ki, yəni burada problemli bir şey yoxdur bunu qaynatmaqda.